Giriş əvəzi. İberiya, Piriney yarımadasının başqa adı. Yarımadasının şərqində yerləşən Kiçik Teruel, İspaniyada şəhər. Şəhəri eyni adlı əyalətin paytaxtı idi və cəmi 30.000 nəfər əhalisi vardı. Qədim şəhərin ən yaxşı hoteli Kraliça Kristina hesab olunurdu. Bura gələn turistlər adətən həmin oteldə yerləşirdilər. Bura əsasən Amerika və Yaponiyadan şəhərin Mudəxxar 11-16-cı əsrlərdə İspaniyada memarlıq üslubundakı təkrar olunmaz memarlıq abidələrinə baxmaq istəyən qonaqlar gəlirdi. Avropadan gələnlər çox az idi. Şərqi Avropadan və keçmiş Sovet İttifaqından isə bura heç vaxt turist gəlmirdi. Teruel şəhəri adi səyahət yollarından kənarda yerləşirdi. Şəhər sahildən də çox uzaq, təxminən 200 kilometr aralı idi. Kafedəki masanın arxasında oturmuş kişi gözlənilmədən göyün üzünü alan buludlara baxdı. Burada hava demək olar ki, həmişə günəşli və aydın olurdu. Kişi eynəyini çıxarıb gülümsədi. Onun İspaniyanın qızmar günəşindən zəhləsi gedirdi. Ancaq yad gözlərdən bu şəhərdə gizləndiyi üçün ona dözməyə məcbur idi. Həmin adamın qarşısında oturmuş iki kişi ətrafı gözdən keçirirdi. Sanki arzuolunmaz qonaqların gəlişini gözləyirdilər. Naməlum şəxs qara eynəyini cibinə qoyub yerindən durdu və yanındakilara baxaraq başını tərpətdi. Həmin adamlar dərhal ayağa qalxdı. Onlardan biri maşını işə salmaq üçün cəld kafedən çıxdı. Digəri ofisanta yaxınlaşıb hesabı ödədi. Naməlum kişi artıq qapıya tərəf gedirdi. Bu zaman kiminsə təəccüb dolu səsi onu dayanmağa məcbur etdi. Vladimir Arkadyeviç, bu sizsiniz? Naməlum kişi yerində donub qaldı. O dönüb baxmaq istəyirdi. Hətta başını döndərməyə də başlamışdı. Ancaq iradəsini toplayıb özünü çıxışa doğru getməyə məcbur etdi və bir neçə addım atdı. Vladimir Arkadyeviç, onunla Cangüdənin arasında peyda olan həmin adam rus dilində dedi. Mən elə bilirdim ki, sizi öldürüblər. Ətrafındakilərin diqqəti onlara tərəf yönəldi. Kişi eynəyini taxıb əsəbi halda geri çevrildi. Səhv edirsiniz, fransız dilində bildirdi. Mən rus dilini başa düşmürəm. Üzr istəyirəm. Həmin adam donquldandı. O qədər bənzəyirsiniz ki, məni bağışlayın. Ola bilsin ki, yanılmışam. Cangüdən ona çiyini ilə toxundu və ağasının ardınca getdi. Naməlum kişi maşına yaxınlaşdı, keçib içəri oturdu və qapını çırpdı. Cangüdəni qabıqda əyləşdi. Lənətə gəlsin. Kərim, o məni tanıdı. Əmin deyil. Kərim dönüb ona baxdı. Lakin cərənləməyindən qalmayacaq. Acıqlı halda onun sözünü kəsdi və eynəni taxdı. Fikirləşdim ki, heç olmasa burada məni rahat buraxarlar. Sizi çox adam tanıyırdı. Eyni zamanda bütün qəzetlərdə şəkilləriniz vardı. Hətta bu balaca şəhərdə də tanış adam çıxdı. Kişi astadan söyüş sürdü. Parisə həmin o sınıqçıya zəng vur. De ki, mən əməliyyata razıyam. O kəsib doğrasın. Heç olmazsa ondan sonra özümü adam kimi hiss edərəm. Kərim razılıqla başını tərpətdi. Maşın sürətini artıraraq şəhərdən çıxdı. Kişi hoteldəki gözlənilməz qarşılaşmanı xatırlayıb yenə söyüş sürdü. Hər şeydən ehtiyat etməli, hər qarşısına çıxan adamdan gizlənməli olduğu bu həyat onu bezdirməyə başlamışdı. Ümumiyyətlə, daim gizlənmək onu çoxdan təngə gətirmişdi. Lakin
bu yolu özü seçmiş, ölüm tamaşası quraraq hamıdan gizlənməyi qərara almışdı. Amma bir məsələni nəzərə almamışdı. Hansısa bir varisin ortaya çıxa biləcəyini. Bununla belə artıq varislə danışıb razılığa gələ bilmişdi. Kərim telefonla danışır və Parisə getməli olduqları vaxtı dəqiqləşdirirdi. Birinci fəsil. Dairəvi yolun arxasındakı bu böyük kompleksdə onlarla bahalı butik yerləşirdi. Adətən səhərlər günün ikinci yarısından fərqli olaraq burada az adam olurdu. Dövlətlilər səhərlər tez oyanmağı, xüsusilə də erkən vaxtda alış-veriş üçün evdən çıxmağı xoşlamırdılar. Həddən artıq dövlətli insanlar isə ümumiyyətlə butiklərdə nadir hallarda görünür, öz yerlərinə rəfiqələrini, katibələrini yaxud şəxsi dizaynerlərini göndərirdilər. İndi bura gəlib çıxmış cavan oğlanın 30 yaşı olardı. Əynində adi boz kostyum, mavi rəngli əzik göynək vardı. Qalstuk taxmamışdı. Boyu ortadan biraz sündür, bədəni arıq, üzü bir qədər tüklü idi. Qıyıq gözləri, düz burnu, qara saçları vardı. Üzündə Slavyan və Asiyalı cizgiləri birləşmişdi. Cavan oğlan narazı halda ətrafa baxır, sanki fikrində məhz hara getməli olduğunu götür-qoy edirdi. Dükanlardan biri onun marağını çəkdi. Oradakı iki qız özlərindən böyük olan bir qadına qulaq asıb gülüşürdü. Görünür, onlar müştərinin çox seyrək olduğu səhər saatlarında biraz qeybət etməyi özlərinə eyib bilmirdilər. Cavan oğlan addımlarını yavaşlatdı. Sonra dönüb seçdiyi butikə tərəf getdi. Kompleksin içində gəzişən keşikçilərdən biri təəccüblə qonağı gözdən keçirtdi. Həmin adamın əzik pencəyinin üstündə böyük yağ ləkəsi vardı. Adamın yağ ləkəsi vardı deyərdim. Elə bu kostyumda yeyib yatır. Cavan oğlan deyərdin, elə bu kostyumda yeyib yatır. Cavan oğlan dükana girəndə bayaqdan dil boğaza qoymayan qadın səsini kəsdi. Narazı halda kişi geyimləri olan şöbəyə keçən və oradakı kostyumları gözdən keçirtməyə başlayan cavan oğlanla həmin qadın təxminən eyni yaşda olardılar. Cavan oğlan kostyumlardan birinə baxdı. Üzünü turşutdu və tərəddüdlə satıcıya tərəf bir addım atdı. Bu necə kostyumdur? O astadan xəbər aldı. Sizdə bunun 48 ölçülü olanı varmı? Gənc qadın üzünü turşutdu. Bu adamdan bahalı ətir, spirt, biraz da sarımsaq iyi gəlirdi. Allah Vitalyevna daha mötəbər görünüşlü, üstlərindən daha zərif qoxular gələn müştərilərlə işləməyə alışmışdı. Lakin müştərilər arasında müxtəlif tip insanlara rast gəlmək olurdu. Və o bunu çox yaxşı bilirdi. Bizdə istənilən ölçüdə kostyumlar var. Gənc qadın gülümsəyib dedi. Amma İtalyan geyimlərinin ölçüləri adətən Alman geyimlərinin ölçülərindən bir qədər kiçik olur. Sizdə İtalyan ölçülərinə görə 48-dir. Yəqin ki, qonaq başını tərpətdi və irəli addımladı. Qızlardan biri qorxa-qorxa onun dalınca getdi. Allah Vitalyevna yenə üzünü turşutdu. Görünür, bu adam onların butikinə təsadüfən girmişdi. Qadın narazı halda onun yəqin ki, bütün gün əynindən çıxartmadığı pencəyinə baxdı. Üstəlik böyük, iyrənc ləkə. Elə bil bu adam bir boşqab
şorbanı üstünə aşırmışdı. Bəs bunun qiyməti necədir? Qonaq başqa bir kostyumu göstərərək gənc satıcı qıza müraciətlə soruşdu. Qız cavan oğlandan gələn qoxunu hiss edib üzünü turşutdu. Bu qızın yaşca ondan böyük olan Alla Vitalyevna qədər həyat təcrübəsi yox idi. Ona görə də narazı halda üzünü çevirdi və cavab vermədi. Nə vacib idi ki, bu qonaq onların butikinə gəlməzdən əvvəl araq içib sarımsak yesin. Siz mənə cavab vermədiniz ki, bu kostyum neçəyədir? Bahadır. Qız dönüb baxmadan cavab verdi. Onun cəmi 22 yaşı vardı. İndiyədək burada belə bir tiplə rastlaşmamışdı. Adətən mühafizəçilər belələrini içəri buraxmırdı. Amma bu adam nə yollasa kompleksin içine keçə bilmişdi. Bahalı mağazaları gəzir, öz görünüşü və pis qoxusu ilə adamları qorxudurdu. Mən baha olduğunu başa düşürəm. Qonaq narazılıqla dedi. Konkret olaraq neçədir? 1200 avro. Qız nəhayət cavab verdi. Siz pulu dərhal ödəyəcəksiniz, ya giyinib baxmaq istəyirsiniz? Qonaq onun səsindəki kinayəni hiss etmədi. Əlini uzadıb kostyumu götürdü və gözdən keçirməyə başladı. Giyinib baxacağım. Qonaq bunu deyib bahalı kostyumla birgə soyunub geyinmə otağının pərdəsi arxasına keçdi. Satıcı qız dönüb Alla Vitalyevnaya baxdı. Əgər hər yoldan keçən çirkli əlləri ilə onların bahalı kostyumlarına toxunsa, deyə fikirləşdi. Ancaq müştəriyə kostyumu əynində yoxlamağı qadağan etməkdə olmazdı. Qız baş satıcıya yaxınlaşdı. O kostyumu götürdü, pıçıltı ilə dedi. Mən nə edim? Gələn dəfə deyərsən ki, bizdə onun ölçülərinə uyğun kostyum yoxdur. Ya da ümumiyyətlə bu kostyumlar qüsurludur və onları satmırıq. Alla Vitalyevna dərhal cavab verdi. Gərək cəld fikirləşib bir şey tapmağı bacarasan. Əgər sarımsağın iyi kostyumu olsa, onu öz hesabımıza kimyəvi təmizləməyə verməli olacaq. Görəsən bu cür adamlar hardan peyda olur? Qız deyindi. Yəqin hansısa bağ evindən. Alla Vitalyevna təxmin etməyə çalışdı. Bu yaxında böyük bir restoran var. Ola bilsin ki, oradan gəlir. Restoran gecə-gündüz işləyir. Orada belə çox içə bilərdi. Eybi yoxdur, narahat olma. Bəlkə bu yaylaqçının doğrudan da pulu var. Adətən çox sərxoş olmayan adamlar pulqablarındakı vəziyyəti kifayət qədər dəqiq bilirlər. Əlbəttə, əgər bu adam elə bizim dükandaca yıxılıb döşəmənin üstündə yuxuya getməsə. Mənə elə gəlir ki, onu hardasa görmüşəm. Bəlkə də buralarda yaşayır. Ya da bizim müştərilərdən hansınınsa sürücüsü işləyib. Hər halda çalışsa əsəbləşməyəsən. Həm də çox vurnuxma. Qız başını tərpədib kənara çəkildi. Qonaq içəridə xeyli qurdalandı. Yəqin öz kostyumunu əynindən çıxarıb yenisini geyinmək onun üçün çətin idi. Nəhayət o yeni kostyumda soyunub geyinmə otağından çıxdı və bu zaman səndirlədi. Az qala parıldayana dək silinib təmizlənmiş mərmər döşəməyə səriləcəkdi. Nə qəribə adamdır. Qız Alla Vitalyevnanın qulağına pısıldadı. Gənc qadın onunla razılaşaraq başını tərpətdi. Lakin bu cür müştərilərə qarşı da diqqətli olmaq lazım idi. Alla Vitalyevna yaxına gəldi.
Kostyum əyninizə oturdu mu? İstehza ilə xəbər aldı. Deyəsən, qonaq iri güzgüdə özünə baxıb cavab verdi. Həqiqətən də kostyum onun əyninə idi. Üstəlik, qonağın zahiri görkəmini dərhal özü də heyrətamiz şəkildə dəyişmiş, onu daha nəcib və kübar etmişdi. Ancaq üzünün ifadəsi görünür qonaq səhər tezdən haradasa möhkəm içmişdi. Normal insanlar səhərlər içmir. Alla Vitalyevna düşündü. Sizə yenə nəsə lazımdır? Gənc qadın maraqlandı. Yox, qonaq cavab verdi. Hər şey qaydasındadır. Mən bu kostyumu alıram. Köhnə kostyumu paketə qoyarsınız. Kimyəvi təmizləməyə verməli olacağım. Ya da lazım deyil. Atın getsin. Necə istəyirsiniz? Alla Vitalyevna fikirləşdi ki, üstündən pis qoxu gələn, bu üzü tüklü olan, özü üçün belə bahalı kostyum alırsa, hər şeyə dözmək lazımdır. O, iyrənə barmaqlarının ucu ilə naməlum adamın pencəyi ilə şalvarını götürdü və fikirləşdi ki, sonra əllərini yuyacaq. Paltarları aparıb piştaxtanın arxasındakı zibil qutusuna atdı. Kişi yenə bir neçə saniyə güzgünün qabağında dayanıb özünün yeni kostyumuna tamaşa etdi. Sonra satıcı qızlara yaxınlaşdı. Siz pulu nə ödəyəcəksiniz? Ya kredit kartı ilə? Kassanın arxasında dayanmış qız ondan soruşdu. Qonaq əlləri ilə əynindəki təzə kostyumun ciblərini axtardı və birdən gülümsədi. Mənim pulum yoxdur. Kassanın arxasındakı qız çarəsiz halda dönüb Alla Vitalyevnaya baxdı. Qadın üzünü turşutdu. Bu çağırılmamış qonaq üstəlik zarafatçıl imiş. Kostyumların ən bahalısını əyninə geyinib, indi də deyir ki, pulum yoxdur. İndicə mühafizəçiləri çağıracaqdı. Qoy bu həyasız adamı mağazadan çölə atsınlar. Həm də onun köhnə kostyumunu zibil qutusundan çıxarıb əynindəki ilə dəyişdirsinlər. Qoy öz köhnə kostyumunu geyinib getsin. Siz pulu maşında unutmuşsunuz. Alla Vitalyevnanın səsi həyəcandan titrəməyə başlamışdı. Əgər indi rəhbər işçilərdən kimsə bura gəlib görsəydi ki, bu adamın ən bahalı kostyumu geyinməsinə icazə veriblər, onu dərhal işdən qovardılar. Burada belə zarafatlar keçməzdi. Maşında qonaq təəccüblə xəbər aldı. Yox, maşında pulum yoxdur. Maraqlıdır, bəs mənim telefonum hardadır? Hə, mən onu soyunub geyinmə otağında qoymuşdum. İndi gətirərəm. Siz aldığınız kostyumun pulunu ödəməlisiniz. Kassadakı qız xatırlatdı. 1200 avro, yaxud məzənnəyə uyğun rubulla. Bu dəqiqə telefonumu gətirirəm. Gətirirəm. Qonaq qəfildən hıçqırdı. Ardınca dodağının altında nəsə donquldandı. Deyəsən üzr istəyirdi. Sonra çevrilib soyunub geyinmə otağına girdi. Yaramaz, Alla Vitalyevna dedi. İndicə mühafizəçiləri çağıracaqım. Qoy onu çölə atsınlar. Bircə bu çatmırdı ki, kostyumu korlasın. Onun pulu yoxdur. Həyəcandan kassadakı qızın gözləri bərəlmişdi. Alla Vitalyevna naməlum adamın zibil qutusuna atılmış köhnə kostyumuna baxdı. Burada onun diqqətini çəkən qeyri-adi nəsə vardı. Qonaq soyunub geyinmə otağından çıxdı. Əlindəki telefonda hansısa nömrəni yığdı. Mən özümə kostyum almışam. Gəlin, pulunu ödəyin. Alla Vitalyevna aşağı əyilib pencəyi götürdü.
mümkün değil. Kostyum məşhur Brioni firmasından idi. Necə olub ki, bu parçanı İtalyan biçimini dərhal tanımayıb. Bağışlanılmaz səhvdir. Brioni kişi geyimləri üzrə ən yaxşı ticarət nişanlarından hesab olunur. Özü də ən bahalı ticarət nişanlarından. Əgər bu adam belə bahalı kostyumu atmağı mümkün hesab edirsə, siz pulu ödəyəcəksiniz. Naməlum adam ona baxdı və qəfildən gülümsədi. Əlbəttə, indi pulu gətirəcəklər. Narahat olmayın. Heç yerə qaçan deyiləm. Siz narahat olmalısınız. Kassir qız cəsarətlə cavab verdi. Mən heç də narahat deyiləm. Cavan oğlan dodağını dişlədi. Görünür, satıcının cavabı xoşuna gəlmişdi. O əyilib qızın göynəyinə bərkidilmiş lövhəcikdəki ada baxdı. Yekaterina. Naməlum adam ucadan oxudu. Nə gözəl addır. Yekaterina. O təkrarladı. Sanki adam zövqünə nə dərəcədə uyğun olduğunu yoxlayırdı. Mənim anamın da adı belə idi. Siz çoxdan burada işləyirsiniz? Çoxdan. Kassir bu xoşa gəlməz adamla söhbətə son qoymaq üçün sərt şəkildə cavab verdi. Pulu verəcəksiniz? Verəcəyəm. O qollarını yellətdi və birdən müvazinətini itirib yerə yıxıldı. Qızların ikisi də narazı halda ona tərəf baxdı. Amma heç biri kömək etməyə çalışmadı. Əgər bir insan ictimai yerdə bu cür görünməyi özünə rəva bilirsə, deməli heç bir şəfqətə layiq deyil. O təzə kostyumu cıracaq. Qızlardan biri acıqlı pıçıldadı. Alla Vitalyevna dönüb qonağa baxdı və onun ayaqqabılarına fikir verdi. Lap əvvəldən onun ayaqqabılarına baxmaq lazım idi. O təəssüflə fikirləşdi. Alla Vitalyevna düz 3 il ayaqqabı dükanında işləmişdi. Yaxşı ayaqqabıları keyfiyyətsiz ayaqqabılardan, lap yaxşılarını isə sadəcə yaxşılarından ayırmağı bacarırdı. Bu yaylaqçının ayağındakılar lap yaxşılardan idi. Onun qiyməti ən azı $1000 olardı. Adətən bu cür ayaqqabılar sifarişlə tikilirdi. Alla Vitalyevna naməlum qonağa baxıb gülümsədi. Ona yaxınlaşdı və əlini uzatdı. Narahat olmayın. Alla Vitalyevna gülümsəyib dedi və kassanın arxasında dayanmış qızı dümsüklədi. Biz hər şeyi başa düşürük. Qalxın, mən sizə kömək edərəm. Qonaq yöndəmsiz şəkildə qadının əlindən yapışıb bir təhər zor bəla ayağa qalxdı. Onlar gəlirlər, deyə mızıldadı. Alla Vitalyevna dönüb baxdı. 2 ucaboy kişi tələsə onların dükanına yaxınlaşırdı. Yəqin bu adamın mühafizəçiləri idilər. Deməli, bu qonaq sadəcə varlı adam deyildi. O, ümumiyyətlə, bu cür butiklərə nadir hallarda gələn adamlardan idi. Ondan hansı qoxunun gəlməsinin də heç bir əhəmiyyəti yoxdur. Bu cür sərvət sahiblərindən istənilən qoxu gələ bilər. Qoy başqaları sadəcə onunla ünsiyyətdə olmaqdan zövq alsınlar və ondan gələn ambreye. Keçmişdə xoş qoxu, hazırda kinayəli pis qoxu mənasını verən termin. Ərəb sözü ənbərdən yaranıb. Fikir verməsinlər. Mühafizəçilər mağazaya girdilər.
Onlardan biri xarici görünüşünə görə Asiyalıya oxşayırdı. Digəri daha uca boy olan isə yəqin ki, Slavyan idi. Tələt qonaq üzünü Asiyalıya tutub dedi. Tutdu. Təzə kostyumun pulunu ödə. Mühafizəçi başını tərpətdi. Kassaya yaxınlaşıb kredit kartını uzatdı. Kassir qız qorxa-qorxa gələnlərə baxıb kartı aldı. O xaşı yemək lazım deyildi. Qonaq astadan dedi. Arağı həddindən çox içməyimiz bəs deyil. Hələ üstəlik bizdən sarımsaq iyi də gəlir. O dedi ki, xaşı sarımsaqsız yemək olmaz. İkinci mühafizəçi xatırlatdı. Ona görə də indi bizdən qızılgül qoxusu gəlir. Qonaq əlini yellətdi. Üstəlik başım da ağrıyır. Gərək başqa rakçı seçsəydik. Məsələn, Ruskiyi Razmeri. Heç olmazsa ondan sonra adamın başı ağrımır. Suyu yumuşaqdır. Kvarslı qumda təmizlənib. Qızlar, sağ olun. O getməzdən əvvəl təşəkkür etdi. Yekaterina, siz də çox sağ olun. Amma dayanın, gəlin əlavə 2 dəst də alaq. Tələt, qoy Yekaterina öz zövqünə görə 2 dəst kostyum seçsin. Hansı rəngdə? Qız qorxa-qorxa pısıldadı. Fərqi yoxdur. Naməlum qonaq əlini yellətdi və üzünü çevirib butikdən çıxdı. İkinci mühafizəçi onun ardından da çıxdı. Tələt isə əlini uzadıb qəbz aldı və astadan xahiş etdi. 2 kostyum da seçin. Ciddi deyirsiniz? Qız təəccüblə xəbər aldı. 2 dəst kostyum. Tələt səbirlə təkrarladı. Amma özünüz seçməlisiniz. Bağışlayın. Alla Vitaliyevna ona yaxınlaşdı. Narahat etdiyim üçün üzr istəyirəm. Amma o əynindən çıxartdığı Brioni kostyumu atıb. Üstündə bircə dənə ləkə var. Bəlkə siz onu götürəsiniz? Lazım deyil. Tələt ciddi tərzdə cavab verdi. Bir halda ki, kostyumu onun özü atıb. Deməli, belə də olmalıdır. Başa düşürəm. Əlbəttə, haqlısınız. Alla Vitaliyevna Katyaya düşmə vurub onu kostyumlara tərəf itələdi. Görürsən ki, bu adam səni gözləyir. Tez ol, 2 dəst kostyum seç. Qız ora-bura vurnuqdu və əlinə keçən 2 kostyumu dəstələsik paltarasanları ilə birlikdə asılqandan çıxartdı. Axmaq qız. Alla Vitaliyevna təəssüflə fikirləşdi. Yaxınlaşıb mağazadakı 2 ən bahalı kostyumu götürdü. Onlardan biri 50 ölçülüdür. Bizdə bu nümunənin 48 ölçülüsü yoxdur. Yekaterina ona xatırlatdı. Bu kostyum elə tikilib ki, bir ölçü yuxarı da götürmək olar. Alla Vitaliyevna fısıldadı. O qəti şəkildə qərar almışdı ki, bu ay həmin qızın onların mağazasında işlədiyi son ay olacaq. Çünki bu axmaq qız vəziyyəti qətiyyən hiss etmirdi. Qəbzi vur, o qızın üstünə çımxırdı. Sonra üzünü tələtə çevirib gülümsədi. Bir də üzr istəyirəm. Bu adam kimdir? Deyəsən, mən onu televizorda ya da qazetdə görmüşəm. Sifəti çox tanış gəlir. 3 gün əvvəl onun haqqında ORT-də Rusiyanın birinci televiziya kanalı veriş gedirdi. Tələt bildirdi. O, Renat Şəripovdur. Ola bilməz. Alla Vitaliyevna heyrətlə içini çəkdi. Deməli, bu həmin varisdir. Özüdür.
Təlat ciddi səslə təsdiqlədi. Sonra xüsusi örtüklərlə paketlənmiş kostyumların üçünü də götürüb mağazadan çıxdı. O adam kimdir? Qızlar Alla Vitalyevnanın yanına qaçdılar. Kimdir bu Şəripov? Xoşbaxt adamdır. Adam. Gənc qadın köks ötürdü. Keçən il hansısa qohumu Fransada öldürülənə qədər bu Şəripov kasıb bir jurnalist idi. O adam ya dayısı imiş, ya da anasının xalası oğlu. Dünyanın ən dövlətli adamlarından biri imiş. Fransalı vəkillər axtarıb Moskvada onun varisini tapıblar. Bax, belə ağlasılmaz bir əhvalatdır. Yəni, çox varlıdır. Qızlardan biri heyranlıqla soruşdu. O qədər varlıdır ki, bizim kompleksdəki bütün mağazaları satın ala bilər. Hətta bütövlükdə bu cür kompleksin 5'ini alar. Alla Vitalyevna içini çəkdi. Şəripov mağazaya girən kimi onu tanımalıydı. Dərhal tanımalıydı. Ondan elə pis sarımsaq və araq iyi gəlirdi ki, o biri qız köks ötürdü. Sənin də o dəqiqə acığın gəldi. Alla Vitalyevna kinayə ilə soruşdu. Əzizim, yadında saxla. Əgər bu həyatda nəyə nail olmaq istəyirsənsə, qarşına çıxan hər kişini iyləməli deyilsən. Qoy o səni iyləsin. Ondan yox, səndən yaxşı iyi gəlməlidir ki, o sənin dalınca qaçsın. Ondan isə sigaret iyi də gələ bilər, araq iyi də, lap sarımsaq iyi də. Hətta peyin iyi də. Əgər o adam həmin peyindən pul qazana bilirsə, kişilərdə ən vacib olan onların başıdır. Bir də onların cibi. Həm də bunlar bir-biri ilə əlaqəlidir. Baş nə qədər yaxşı işləyirsə, cib də o qədər dolu olar. Onun da başı yaxşı işləyir. Qızlardan biri gələn kişilərə işarə ilə xəbər aldı. Axı sənə dedim ki, onun bəxti gətirib. Bəzən belələrinə də rast gəlmək olur. O, pul almaq ya da qazanmaq üçün heç nə etməyib. Pulun özü onun başına tökülüb. Xoşbaxt adamdır. Yekaterina razılaşdı. Görəsən evlidir. Deməli, indi o sənin xoşuna gəlir. Alla Vitalyevna istehza ilə gülümsədi. Amma 5 dəqiqə bundan əvvəl sən heç onunla danışmaq da istəmirdin. Hətta yanında dayanmaq da. Bir vacib qaydanı da yadında saxla. Bir kişini görən kimi dərhal onun ayaqqabısına, saatına, mobil telefonuna bax. Daha sonra kostyumuna. O, bura əzik və çirkli kostyumda gəlmişdi. Ona görə də mən əvvəl özümü itirdim. Sonra fikir verdim ki, kostyum Brioni firmasındandır. Belə geyimin qiyməti bir neçə min dollardır. Hətta dövlətli insanların da hamısı belə bahalı kostyum geyinməyi özünə rəva bilməz. Bax belə, xanım qız. Həmişə hazır ol ki, fürsəti əldən qaçırmayasan. Elə Alla Vitalyevna qıza deməyə lazım bilmədi ki, biraz böyük olan burnu və uzunsuz sifəti ilə nə vaxtsa öz şəhzadəsinə rast gələcəyini ümid etməsə yaxşıdır. O, bu cür şəhzadələrin maşınını təmir edən, yaxud onlara restoranda xidmət göstərən qonşu oğlana ərə gedə bilər. Ümumiyyətlə, Yekaterina açıq-aşkar bu iş üçün yaramır. Əgər belə bir vaxtda əlinə keçən hər şeyi bu varisə sıraya biləcəyini başa düşməyibsə, deməli ondan peşəkar satıcı çıxmaz. Ayın axırında onunla vidalaşmaq lazımdır. Uyğun bir bəhanə
tapıb onu işdən azad etməlidirlər. Lakin hələ bu barədə danışmaq tezdir. Ona görə də Alla Vitaliyevna daha heç nə demədi. Bayaqki qonağı heyran baxışlarla yola salan qızlara baxıb təkəbbürlə gülümsədi.